Əziz şagirdlər, bugün sizlərlə yeğlik haqqında danışacağım. Bildiyimiz kimi yeğlik hal aidlik, sahiblik, yeğlik bildirir və yeğlik hal özündən sonra mütləq mənsubə şəkilçili söz tələb edir. Və yeğlik hal iki yerə bölünür: müəyyən və qeyri-müəyyən. Uşaqların ən çox səhv etdiyi qeyri-müəyyən yeğlik haldır. Müəyyən yeğlik hal bildiyimiz kimi ın üstü 4 şəkilçi ilə düzəlir. Məsələn, məktəbin həyəti. Burada in yeğlik hal şəkilçidir. Yəni həyət məktəbə məxsusdur. Yəni aidlik yeğlik bildirir. Məktəb həyəti. Burada isə ın şəkilçisi işlənmədir. Və ikinci tərəfində həmişə dediyimiz kimi mənsubə şəkilçisi tələb edir. Dağ havası. Burada qeyri-müəyyən yeğlik haldır. Məktəb həyəti, dağ havası. Nə havası? Dağ havası. Gördünüz, nə sualına cavab verir. Bəzi şagirdlər yeğlik halına, yəni qeyri-müəyyən yeğlik hal, təsirlik hal və adlıq halı qarışdırırlar. Çünki hər üçü də nə sualına cavab verir. Bu mövzuyla bağlı video çəkəcəm və 8 dərs pulsuz olacaq. Qoşulmaq istəyən yorumlarda plus qoya bilər.